Değerli müşteriler, size güzel bir tane həyət evi çıxartdım satışa. Xırdalan şəhərin tam mərkəzində, yolun qırağında, sürət qatarına tam yaxın bir məsafədə, polis idarəsinə yaxın, prospekt yolundan 2 dəqiqəlik məsafədə. Gördüyünüz kimi belə geniş, 2 mərtəbə, 5 otaqlı, kupçalı həyət evi, değerli müşterilər. Və burada bizim garaj hissəmiz var, maşın saxlamaq üçün tam görsətsərini. Məhəlləsi geniş. Xırdalanın tam mərkəzində həm kuruğa, həm sürət qatarına yaxın bir məsafədə həyət evi istəyirsiniz və kürsülü, quru ərazidə yerləşir, mərkəzi kanalizasiya sistemidir. Şəxsi evdir, şəxsi təmirdir. Dəyərli müştərilər, gördüyünüz ki, həyətinə yüngül. Əl gəzdirmək lazımdır. Evimiz 5 otaqlıdır. Gəl içəri ilə tanış olaq. Ortası monolit betondur. Gəl. Bir otaqları təqdim eləyəm. Burada bizim mətbəx hissəmizdir. Addenlidir. Değerli müşteriler, gəlin sizə geniş qonaq otağını göstərim. Və burada geniş qonaq otağıdır. Bütün pəncərələrin qarşısı açıqdır. Evin görürsünüz ki, arxasına keçmək olur. Balaca həyəti də var. Və burada bizim geniş yataq otağımızı, evimiz qoşa daşdır. Değerli müşteriler, məni çəkmə, evi çək. Ve burada bizim geniş sanitar qovşağımız. Gördüğünüz kimi sanitar qovşağımıza da bir tane kafir sistemi lazımdır. Ve buradan da evimizin arkasına kesit var. Balaca bağı var. Değerli müşteriler, qalxaq ikinci mərtəbə ilə tanışırım. Değerli müşterilerimiz, gördüğünüz kimi evimizin ikinci mərtəbəsidir. Ve burada aşağıda da mətbəxdir, görürsünüz. Burada geniş mətbəx hissəsi var. Buranın təmiri qəşəngdir və mətbəxdən də tam sizə göstərəcəm, eyvana çıxışı var. O eyvanı da bağlıdır. Şəxsi təmirli ev axtaranlar və sizə gözəl ev çıxartdım satışa və burada da bizim bir dənə qonaq otağımız. Və burada da bir yataq otağımız. Burası təmirə ehtiyacı var. Qiymətini indidən deyəcəm sizə. 138.000 manata. 5 otaqlı ev çıxartdım tam mərkəzdə. Və burada da bizim bağlıdır, indi aça bilmirəm. Yəni qladovkadır. Burada da bir hamam sanitar qovşağımız addenli.